Hər kəs salamlayıram Sabunçu. Toyuq bazarından yağış yağır, amma alver gedir. İnşallah videonun sona qədər izləyin. Əlimdən gəldiyi qədər sizlər üçün çəkiliş eləmişəm. Adam mənə lazımdır. Artistlik yağış öldürdü. Videonu inşallah sona qədər izləyin. Yəni əlimdən gəldiyi qədər sizlər üçün bu yağışla çəkiliş eləmişəm. Bu yağışa baxmayaraq nə qədər adam gəlibdi bazara. Yəqin bayram qabağıdır deyə kəsmək üçün, belə almaq üçün kameramı belə tutub gəzirəm deyə onunla rast gəlirəm, bununla rast gəlirəm. Çəkirəm sizlər üçün qiymətləri soruşam. Sizlər də bizlərə dəstək üçün videomu bəyənərək hələ də kanalımıza abunə deyilsə abunə olaraq dəstək ola bilirsiniz. Elbəy nə var nə yox? Sağ ol, var ol, minnətlərim mən. Keyfin alına tərdir, səndən başlayaq da. Allah razı olsun. Qiymət neçədir bunlarda? 8 manat. Bunlar Avstrallar 25 manat. 25 manata. Bunlar 18, Avstrallar 25 manata. 18. Buradakılar da varım ben. ancaq xoruzdur, hə? Bəli. Ancaq xoruzdur. Bunlarda qiymət neçədir? 20'ye 20-yə, 25-ə. Deyirsən nömrə 070 070 375 375 41 91. 41 neçə? 91. 91. Yaman soyuq da bu. Bazar olsun. Sağ ol. Allah razı olsun. Qış yağsa da biz devam. Yumurtalar, daha kənd məhsulları gətirib ancaq. Onları göstərəcəm sizlərə. Qardaş, daha çiyini ilə elə vurdu ki. Göstərim indi qiymətlərini də soruşacağım sizlər üçün. Burada kəsib təmizlədib belə gətiribdir də. Hündüşkalar zadı kəsib təmizlədib gətirdi. Hətta qiymətləri deyə bilirsən. Məsələn bu yumurtalar. Bugün yumurtamız 35 qəpik. 35 qəpikdir. Sabirabaddan gətirib. Bu pendirlər? Pendirlər 5 manat. 5 manatdan. Yağ var, nehrə yağı. Nehrə yağı, ha? 18 manat. 18 manata. Böyle bildiğiniz adamlarında da yəni Elə bir ki, əmi dostu daha. Amma oğlu da yoxdur elə də. Bu da təmizlənmişlərdir. Bunlar hündüşkalardır, hə? Erkək, dişi. Fərə 18. Fərə 18. Xoruz 17 manata. Burada belə var. Balığımız yaxşı, balığımız da var. Yəni Balıq da gətiribdi. Çox tam göstərməm, balıqda problem olur belə. Xoruzlar xoruzlar 15, 16. Bu qazların 35 manat. qazlar 35 manat. Bunların nə qədərcələr ətləri? Bunlar 2,5 kilo. 2,5-3 kilo. Hündüşkalar da var burada diri-diri. Belə bunlar neçə olur? Belə 13 manat. 13 kilo ilə da yenə də, kilo ilə da bunlar. Bunlar 15-50'ye. Nömrə deyirsən? Ha deyim də 50 496 496 77 54. 77 54. Bazar olsun, yəni deyə çatdırılmaz, zad eləyə bilirik. Sabirabadda olur özü. Yağış şiddətini artırdı. Biz də çəkilişimizə davam edirik. Burada dekorativlər görürəm. Bunlar neçədir? 250 manat. 250 manata. Gözəldilər ha. Bunların yanında bir dənə şəkil çəkdirək belə rahibələri ilə. Bu şəkilimizi də ekrana qoyarıq. İkisi də xoruzdur, hə? İkisi də xoruzdur. Belə nömrən varsa deyə bilərsən istəyirsənsə. Nömrə varsasa deyə bilərsən. Bu hər adam almır da, dekorativ saxlayanlar alırlar. Nömrəsi yoxdur dayın, amma gözəldir. Keçək buradan. Heyratı saxlanılan yerə, xeyləkli heyratlar. Bunu da buradan bildirim ki, heyratları videonun ortalarında, məsələn, birini bir dənə qoyacağım, 5 dəqiqə sonra birini qoyacağım. Elə növbə ilə paylaşacağım. Kimindir bunlar? Heyvan hazır olsun. Yiyəsi yoxdur, onu ölübdür. Yiyəsi yox, ölübdür. 50 manata deyil. 50 manata deyil. Belə xoruz kimi yiyədir. Bu da belə. Bunlar sənçilərdir. Lan 50 manat. Biri 50 manata. 6 aylıqdılar. Yağış neynədir? Bir dənəsi 50 manatdan. Biraz aralıdan çəkirəm. İstədiyin nömrə deyə bilərsən. Mən göçmə siyasətini deyirəm. Burada yoxdur yiyəsi. Hansıdır? Qaçdı? Əslində qulağını istəyib ona görə qaçdı. Bazar olsun. Orijinal heyvanlardır amma. Qiymət neçədir bu? Xoruz 40 manata. Çox orijinaldılar ha. 5 kilo yarım olarlar. Jivoy çəki 5 kilo yarımdır. O qazlar da sizindir. Qazlar 55 manat. 55. Oradakılar onlar macardılar. Onlardır. Bunlar krasnodardır da belə deyək.
Böyle biz YouTube'a çəkirik, istəsəz nömrə deyə bilərsiniz belə. İzləyirsiniz. Sağ olun bebi. Hə, sağ ol. Böyle istəsəz telefon nömrəsi deyə bilərsiniz. İnşallah bundan satarsınız. İndi birazdan bilənlər cavab alacaq. Bazar olsun. O macarlar neçədir? Bunlar neçədir qiyməti? 40-50 manata. Bazar olsun qardaş. Kemal dayının yanındayıq. Kemalçı qiymətlər deyə bilirsən? Salam, salam. Xoruzlar 25 manat, fərə 45 manat. Xoruzlar 25, Fərə 45-ə. fərə 45-ə. Kayakalar biri 55 manat. Kayuqaların biri 50. Kemalçı bunu bir dənə açaq qoy, tam rəngini görsünlər. Düzdür, hava bulutludur, bunlar gün nə düşdülər ha. Kemalçı qəşəkdilər ikisi də. Bunlar da. Bunlar nədir? Xoruzlardır, nə? Var, fərə də var. Nömrə deyirsən? 055 733 0111. Qazlar da səninkilərdir. Yox, qazlar deyil, o teyib girir. Deyiməm. Teyib amanı bu? Biri 45 manata Ha, verir. biri 45 manat. İndi onları da çəkərik. Kişi nə var, nə yox? Qiymətləri deyə bilirsən? 8'e var, 9'a var, 8'e göre kıymet değişiyor. Çəksin, məsəl üçün, bu qara 8'e. 8 manata. Yani 1 kilo yarıma için 8 mi atıyor? 1 kilo yarıma qədər 8 manat. Diri çəkçi də, söhbət diri çəkdən gedir. Sən nömrə deyə bilərsən? 50, 50 319, 319 058. 02 58. Sən bazar olsun. Burada da sırf kənd toyuqları var. Sahibi yoxdur. Həyətdə də var, ha. Deyək, həyətdə də var da. Tabi ördəklər neçədir? 20 manat, 30 manat. Bu da 30 manata. 30 manat. Bazar toyuqlar neçədə idi? Toyuqlar 13 manat. 13 manat. Yəni kənd toyuqlardır. Bazar olsun. Qazlar satırlar. Dedi həyətdə də nə qədər var? 60 dənəyə qədər var həyətdə bu. Kilo nə qədər dedi gəlir indi hal-hazırda? 4 kilo. 4 kilo. Təmiz atı 4 kilodur. 070 070 360 360 40 10. 40 10. Ha, bazar olsun öyle. Sağ ol, çok Sağ olun. Ha, video çəkmişik bunları. 17-18 dəqiqə çəkmişik. Video atıb deyə. Videonu təzədən çəkək. Atıb da. Salam, salam qardaş. Ha, qiymətlər neçədir bunlarda? Kuşkalar 50 manat. Hinduşkalar aldı. Neçə, Çorbalar 8 manat. neçə kilo olurlar bunlar? 3 kilo oldu. 3 kilo olurlar. Yəni, yağış da dəhşət yağır. Hey, bizim çəksə. 28 dəqiqə boş yerə çəkmişəm deməyinə. Hə, nömrəyə deyirsən qardaş? 050 50 508 Aha. 15 15 08. 080. Bazar olsun qardaş. Burada da var. Bunları da çəkmişdim hamısı. Bir qiymətlər bir dənə də deyərsən də deməyinə çəkməyib. Kilo 11 manatdan. Xoruzlar. Xoruzlar neçə idi? 18 manata. Burada da hündüşkalar. Bunlar kilo. Bunların kilosu neçə? 16 manatdan diri çəkçidir. Hə, bazar olsun. Sağ ol. Qəşək də çəkiliş eləmişdim. Ya, bu kişi də satır. Bu kişidə də. Demək olar ki, bu da yəni hər bazar bazarda olur. Hər heyvanlarda olur. İndi göstərəcəm videoda hamısı. Qiymətlər bir də deməyinə çəkməmişik. Hə. Horuzlar 20 manat. Xoruzlar Çox 20 götürən manata. olsa Çox 18 götürənə manat. 18 manata da Toyuqlar verir. 15-14 manat. 15-14 manata. Və büyün mən ədəd ilə satıram 40 Böyün manat. ədədi 40 manata. İndi çox da varı da. Boyu 40 manat. Fərəli xoruzdur. Boyu 40 manatda. Ördəklərdə var 13 manatda. Bazar olsun kişi. Çox sağ ol. Burada bir dəqiqə çəkdik. Boyaq nə qədər çəkmişəm yəni. Elə videomuz boşa getdi. Nə qədər videomuz boşa getdi. Bu datları da göstərəcəm. Buranı da çəkmişdim. Bibi necəsiz? Bildirçinləri 20 qəpikdən demişdi. Diğerlərin 35 qəpikdən demişdi. Burada hündüşka da var, qaz da var, qiyməti yadımda deyil. Burada bildirçinlər var. Bunun hamısının qiymətini soruşmuşam. Utanıram bir də təzədən soruşum, inansız. Mən utanıram. İçəridə ördəkləri də var idi. Keçək digər tərəfə. Daha qiymətlər bir də deyək.
Deməyinə qeydə almamışıq. Gələk fikir verəmək belə şeylərə. Kilo 20 manat. Kilosu diri çəkir, yəti olaraq satılır. Yarım kilo çıxıb 20 manat. Hə, yarım kilo çıxıb 20 manatdan satılır. Kilo 15 manat. Kilo 15 manatdan. 1 kilo çıxılır. Toyuqlar 14 manatdır. 14 manatdan. O toyuqlar 17 manatdır. Bunlar da 17 manat. Xoruzlar Xoruzlar 23-25 manat. 23-25 manatda xoruzlarda. Hə. Qazların var ya burada. Qazlarım 45 manat 50 manat. 45 manat 50 manat. Hə. Nömrə deyə bilirsən? 050 777 777 32 47. 32 47. Hə, bazar olsun. Sağ ol. Şurada da var, indi göstərəcəm sizlərə. Yaponka 30 manatı Aygün abi. Yaponka çək deyənlər, indi yaponkaları da göstərirəm sizlərə. 50'ye 60'a satmışam, 45'e satmışam. Yaponkalar. Sibirə aidlər deyək də. Xoruzlar da çoxsu. Bundan qabaq çəkmişdik, qəşəng Sibirə aidlər. Ondan öncə satıbdır. Onu 25 manat. Burada yaponkalar. Qəşəng orijinalı var idi. Xoruz fərənin bütün 35 manata deyildi. 100 kilo koymuşam buna. Koymuşam buna. 50 manat, 55 manat aşağı. Alıbı 5 manat. Alvereliyə qoy, Alverin eləsin, gəlsin, soruşaq qiymətdə. Sağ olun. Bayaq bir cütün var idi, onlar nədir? Bir cüt var idi, onlar nədir? Satdın onları. 35 manata deyil, nə bir cüt? Bunlardır. 2 dənə. Bunlardır, qəfəsi dəyişibdir. Qarası deyil. Bayaqçı çəkilişimiz boşa getdi. Nömrə də gedəm. 070 70 280 280 99 80. Mən göstər. Bundan maçda Bu psilər neçəyədir yaponkalar? Bunlar 25 manat. 25 manat. Bazar olsun. Sağ ol qardaş, var ol. Yavaş sökürlər. Yağışda adam da nə qədər gəlibdi. İnansız, nə qədər də adam gəlib. İndi burada bir dayın çəkmişdim. Bu da dedi təzə çıxmışam bazara. Burada çəkir. Kişi sən bir də qiymətlərdə deməyinə qeydə almamışsın. Kamera başlamayıbdır. Qiymətlər 20 manatdan demişdin, nə bayaqdır? Hamısı var 20 manatda. Hamısı da erkəkdir. Hamısı da erkəkdir. Nömrəsi nə? Bu belələri də dedim vardı. Onlar neçə idi? Bunlar vardı. Bir səyahətində ferma da. Başlayırlar çəkisinə görə. Hə? 30 manatdan yuxarı baş. Dayı cütün 40 manata dedi ondan. Cütün 40 manata dedi. 40 da deyirəm, 80 manata. 40 manat nə idi? Nömrə deyirsən de. Qardaş dedi, birinci səfərdə bazara çıxıram. Nömrəmi də deyirəm. 070 394 27 49. Bazar olsun qardaş. Hər çəkidə, hər rəngdə var. Təmizləyib də verə bilir. Ünvan hara dedin? Türkan. Xəzər rayonu, Suraxanı Türkan. Hə, Xəzər rayonu Suraxanıya da deyək çatdıq. Bayaq qəşəng bir çəkiliş eləmişdim. Prosta getdi dəli. Burada bir balaca uşaq vardı, şəkil çəkirdi. Dedim mən sənə videoda çəkim demək. Onda gördüm ki, mən çəkmirəm ki. Yaşlı quşlar olan bu ilkidir. Misal vəziyyət nətərdir? Çəkək də bunlar. Qiymət neçədir bunlar da? Kalikoldakı erkəklərdir. Qoldaq erkəklər. Hamısı erkəkdir bunları. Yanaqlarla elə şirindir bunlar. Toppuşdur. Dişi yoxdur orada gibindən. Bu dişi yoxşuyur. Oxşuyor ama da gibindən. Bu deyirsən Oxşuyur. səsi çıxmır. Dişi olur inşallah da. Dişi az tapın. Olsa biraz baha olur. Hə. Dişi azı deyirəm. Erkəklərdə bax quyruqlarında belə buruntu olur. Buradakılar Bunlar xaxlımdır. paxlum. Macar ördəyi deyirlər türkcə. Erkək dişidirlər ya Hər qırmızı göz xoruzlar hamısı fərə qara göz. qırmızı göz Başı xoruz, qırmızı olacaq qəşəng quşdur bu. Net tarufu ilə ingiliscə yazıb baxa bilərlər. nektar uku ilə. Buradakılar Burada bir cüt mandarinkadır. mandalinka. Bunlar elə göstərək. Yerimizdə sən bu zaman o yüzden. Rahat girə. Yox, baxarıq sən buradan. Sən tut. Aç da bax. Qaçmasınlar, mən qorxuram qaçarlar ha. Burada neçəyə dedim bunlardan? Yine quyruğun cütü 100 manatdır. Mandarinka. Bunlardır da, inə quyruq bunlardır. Bunlar da 180 manat. Burada nə var idi? Orada misir qazıdır. Misir qazı, bunları yaxından göstərək onda. Misir qazlar. Bunlar neçədir? 300 manat. Cütü 300 manat. Vüsal nömrə deyirsən? 55 55 774 04 64. Hə, bazar olsun. İndirim var. Real alıcıya da endirim vardı.
Neçədir bunlar? Bunlar 6 aylıq fərələrdir. 6 aylıq fərələr. İyulda çıxıblar. İyulda çıxıblar, ha. Biri 40 manata deyirəm. Bir dənəsi 40 manata. Hə, bir dənəsi 40 manata. Yanvara yumurtaya çıxır. Yanvara 050 50 695 695 75 91. 75 93. Hə, bazar olsun. Sağ ol, çox sağ ol. Sağ ol. Burada da var toyuqlar. Şimdi toyuqlar deyə bilirsən qiyməti? Qiymət neçədir bunlar da? 20 manat. Hə? 20 manat. 20 manata. Sağ ol, güzel. Burada da. Qiymətlər deyə bilirsiniz? Qazlar 35, ünlüsü 50'ye var. Qazlar 35, hindişkalar da 50'ye 60'a. Bunlar neçədir? Boz olanlar Boz 70'e. 70 manata. Onun nə qədər əti olur? En azı 5 kilo. Ən azı 5 kilo. Təmizə. Erkəkdir ha? Erkək. Hə, bazar olsun. Belə istəsəz nömrə də deyə bilərsiniz. Hə, bazar olsun. Yəni belə qəfəsi olmadı, yerdə oldu. Bəzi vaxt özləri gətirənlər olurlar. Hə, Cabir kişinin yanındayım. İndi burada da qiymətləri soruşacağım sizlər üçün. Gələ bu qazlarından başlayaq. Cabir, qazlar neçə dedin? Qazlar 45 manat. 40. Bundan nə qədər olur? Yaxşı bu çekiləri. Diri çekisi 3 kilo yarımdan yuxarıdır. Ha, diri çəkdi 3 kilo yarım. Bu yaponkalar yaxından göstərək. Bu keçən səfər var idi bunların. Ha, satılıb bu Balacalar. da. 15 Çox tane balaca olanlar. Bunlar neçədir dedin? 25 manat cütü. Cütü. Ha, cütü. 25 manata cütü. Gilqorlan da var, burada gördüm. Ha, qırqolda 30 manat verir. Bir dənəsi 30 Bir tanesi manatda. 30 manat. Bir dənəsi qılqorlardan 30 manatda. Hop. Qanatlı daxil. Ha, Bildirçin bildirçinlər. 2.50. 2 manat 50 qəpikdən bildirçinlər. Hə. Digər o toyuqlar azad da göstər. Çolpalar da var. Kolpalar ha, bu. Çolpalar da var. Hə, bunlar Bunlar neçədir? ha, bunlar xoruzlar qalıb 6 manat. Hamısı xoruzdur. Ha, hamısı xoruz. 6 manatdan. Kuşxananı da satdım getdi. Taxtam. Quşxananı satdın üzü. Taxtam. Xeyirli olsun. Ya gəlsin. Hə. Hə, buradakılar yağış yaman sürətləndir. Ha. Burada da o qazlar onlardan da 45 manat. Xoruzlar Xoruzlar 20'ye 25'e. 20-yə, 25-ə. Burada da var xoruzlar. Burada neçədir Cabir? Burada demek 17'ye de var xoruzlar. Ha, 17-yə də var, 20'ye de var. 20-yə də var. Ama burada qazlar var. Bunlar özü 4 kilo yarımdır. 50 Hə, manat. böyüklər də odur da. 2-3 Aha. dənə də burada. Ha, Çox bunlar 50 böyük. manat. Hə, Cabir üçün nömrə deyirsən? 055 55 765 765 85 85 23. 23. Hə, bazar olsun. Sağ ol. Allah razı olsun. Sağ ol. Cabir şişirdə hər gün bazardadırlar. Burada Mirzə dayın yeridir. Ördəklər. Kimindir bunlar? Neçədir qardaş bunlar? 25 manatdan. Hə, bu Mirzə dayındaymış, qəfəs onda. Hə, bazar olsun ödər. Burada da böyük lal ördəklər. Bunlar neçədir? 30 manat. 30 manata. Bu böyük olan da, ha? Bəli. Elə hamısı eynidir. Üst-üstə minib prosto. Qəşəng böyüklər ha. 2 kilo diri çəkisidir, ya əti Yox, təmizdir. təmizlənmiş şey. Sən belə nömrəni deyə bilərsən, ha biz YouTube-a çəkib qoyuruq. İstəyirsənsə deyə bilərsən nömrə. Varın da belə həyatda zadda deyinə. Ayətdə də var, burada da var. Sən deyə bilərsən də belə. Hə. 51 51 944 944 84 84 05. 05. Hə, bazar olsun. Ha, bu ördəklər şeydir, kök ördəklərdir. Nə var, nə efendim, necəsən? Hə. Qiymət neçədir bunlar da? Pekin ördəklərdir. Diri çəkiləri 3 kilo yarıma qədərdir. Onlar ha, böyüklərdəndir. Qiyməti 23 manat. 23 manatdan. Təmiz əti 2 kilo 800 gəlir. Təmiz əti 2 kilo 800. Bu Mirzə dayın da bu quşxana, bunu da satır. Bəli, bəli. Gəlin alın, buralar biraz açılsın. İçərisində deyirsən onun xanaları zadı da var da. Xanasını sökmüş. Yoxudur. Quşxana olub amma sökmüş. Hə, söküblər. Çerezə ördəklər zadı qatır da. Nömrə deyirsən? 050 050 550 550 27 77. 27 77. Hə, bazar olsun. Ha. Allah kömək Sağ ol, sağ ol. Burada Mahmud dayıcıldı. Çerçələrə baxaq.
Baba burada da qazlar, ördəklər alanlar xeyli alırlar. Yəni bayrama görədir də, kəsmə yazada. Murad qiymətləri deyə bilirsən? Deyərəm, Hə. bir dəqiqə. Yağış bizi deyib bayaqdan bunu da çəkit başa da bə. Yağışdan şikayət eləyirik. Doşanlarımız 10 manat, 15 manat. Dovşanlar 10 manat, 15 manata. Bunlar 8 manat davalar. Buradakiler 8 manat. Amma bu ördəklər Deməli ördəklərimiz gəlir. Kilo yarım ətləri var. kilo yarım ətləri var. Təmiz ətləri Qiymət ondan sonra 17 manat. 17. Bunlar da eynidir. Ha, bu ikisi eynidir. Eynidir. 17 manat. Bunlar bax. Bunlar neçədir? Bunların da diri çəksi 5 kilo, 5 kilo yarım, 5 6 kilo kilo. yarım, Bunlar 6 1.50 kilo. manatdır. 1.50 manatdır. 13 manat. Fərələr 13 manat. Orada çox xoruzlan var. Orada beçələr 18-dədir. Bu xoruzlar var. Məsələn bu baba 20'dir. 20 Ha manat. bu balaca beçələr Kilo yarım ət olar. Bunlar 18 manatdır. 5-6. Buradakılar 20'dir. Bax bunlar 25'dir. 25-dir. Qardaşım Böyüklər. Murad, nömrə deyirsən? Hə, 055 055 720 720 78 20. 78 20. 20. Mala olsa əlaqə Hə, saxlayırıq. alırlar da. Hə, Bakıda olsun, hər rayondan yox. Hə, bazar olsun qardaş. Sağ ol. Çiçək. Baxın bazarı göstərək sizlərə. Niyə saxlayırıq ki video? Yağışı da belə göstərək sizlərə görün. Bu kimin idi? O heyvan Türk değil. Türk da ha. Yaş yarımlıq heyvandır. Yaş yarımlıq. Çəkisi də 3 kilo 800. 55 manat Qiymət 55 manat. Nömrə belə deyə bilərsiniz istəsiz əgər. diye bilmiyorum. Hə, heç də bazar olsun. Sağ olun. Düzdür. Hə, sağ olun. Xeyratlardan bu günlük. Necə qardaş? Necə, nə deydin? Kameranın mübareğiydi. Sağ Sağ ol, çox sağ ol, var olasın. Ama telefondan çekiyorum. Hə, kamera indi effekti də yaxşılaşıb da. Hə. Sağ ol, çox sağ ol qardaş. Sağ ol. Bu dovşan ətidir. Soruşacağım. Qiymətləri deyə bilirsiniz dovşanlarda? Dovşanlar. Qiymət neçədir? Qiymətlər neçədir? Salam. Qəşəng. Üstəm. 10 manata, 7 manata. Karliklərimiz 10 manatdır. 10 manat, 20 manat. Sadələr Bunlar sadə gedir də. Bu sadədir ya. Tabii bu karlikdir. Külənəcəklər hamısı. Hə, bu pop olacaq. Bu neçə günlükdür bunlar? Hardasa 25 günlük. Bunlar karliklər. O. Hə. Bundan 10 manat dedi. 10 manat, sadələr 7 manat. 7 manata. Bu da 10 manat. 10 manat. Bu dovşan ətidir. Dovşanda kiloya 10 manat. Nömrə deyirsiniz? 50 50 866 05 05 31. 31. Hə, bazar olsun. Həmid. Bizim qardaşlar. Sizin qazları çəkək. Hə. Qiymət neçədir bunlarda? Qazlar 4 kilo yarım çəki ilə. Eyni bunlar da sənindir. 45 manat belə. 45 manata. 45 manata. 070 350 956 96. Sən həmişə nömrəni belə deməyə həvəslisən də, yəni tez demək istəyirsən. Zəfran olursan, hə? Ördəklər 15 manat. Yox, zəfran olursan, hə? Olur da. De olur da. Niyə utanırsan, niyə çəkinirsən? Demək istəmirsən, ha? Yox Allah ilə. Hə, heç də bazar olsun. Sağ ol. Yəni mən də bilirəm, yəni onsuz zəh vururlar, eləyirlər. Yəni nəinki bu dayıdan söhbət getmir, hamısına da, yəni real çoxsu da deyir ki, qədər zəh vururlar, eləyirlər. Bəziləri də var, heç yəni bilirəm, amma görürəm ki, mən qiymət soruşam o nömrə deyil. Mən qiymət soruşam o nömrə deyil. Yəni bilirəm də ki, bu zəh vururlar da, alır. Mən soruşmamış demir də, yəni zəh. Gözə mən deyirəm ki, zəh vururlar, heç onu demək istəmirəm. Sonra ikinci, üçüncü əvvəl soruşanda deyirlər, vururlar, niyə vurmurlar deyə. Bu günlük də bu qədər. Bu günlük bu qədər. Əlimizdən gəldiyi qədər sizlər üçün çəkiliş elədik. Sizlər də bizlərə dəstək üçün videomu bəyənərək, hələ də kanalımıza abunə deyilsə, abunə olaraq dəstək ola bilərsiniz.